Baxın, bu qarpızdır. Qarpızı kəsməsən, onun için necə olduğunu bilməzsən. O heç bəzi qarpız biliciləri var, nadir hallarda onlarda da gözəl qarpız çıxır. Çölünə baxıb deyirlər də, yaxşı qarpızdır, o da nadir olur. Amma qarpızı ancaq kəsəndən sonra bilirsən. İnsan da elədir. İnsan da qarpız kimidir. Kəsməsən, içini bilmək olmaz. Bəzən mənə deyirlər ki, nəyə görə insanlara bel bağlayırsan, yaxud insanlarda yaxşılıq axtarırsan. Yaxşı insanlar var. Var, çox azdır. Bax, o yaxşı insanları tapmaq üçün. Sən o qarpızı kəsməsən, sən o insanı öyrənməsən, necə bilərsən ki, o kimdir? Sən onunla yola gedə bilərsən, yol gedə bilərsən, bilməzsən. Sənin tarakanlarınla onun tarakanları yol gedərmi? Bax, buna görə də qarpızı kəsmək lazımdır, insanı da tanımaq. O insan sənin istədiyin cürə olmadı deyə buna da məyus olmaq olmaz. Hər bir insanın öz taylı tayını tapmasa deyir, günü ahvayla keçər. Dost dosta tən gərək, tən olmasa gen gərək. Bir də Beydullah Manafın çəkdiyi bir misal var. Hər qazanın öz qapağı var. İndi bu qarpızı kəsək. Qarpız ümumiyyətlə avqustdan sonra yetişir də, amma bizdə iyun ayında, ümumiyyətlə qışda da olur. Mən bugün iyulun 1-idir. İlk dəfədə qarpız aldım. Görək necə çıxır. Beləliklə qarpızı kəsdik və qarpız qırmızı çıxdı. İndi qarpızın dadına baxaq. Şirinliyi görək necədir. Yəni insanı görürük kənardan. Görürük ki, insan yaxşı insandır. Yaxşı görünür. Amma onun xarakteri, əsas məsələ xarakterdir. İndi burada da qarpızın əsas məsələ dadıdır. Baxaq ki, dadı necədir. Dadı da yaxşıdır. Deməli, bu qarpız yaxşı çıxdı. Necə ki, o çox az insanlar kimi. Həm arada, yəni nə desək də qarpızın dadına baxmaq lazımdır. Nuş olsun. Sizə də, bizə də.